Bilirsiniz, hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Çinara xanım, o məsələ ki var, Paşinyan tərəfindən qeyd olunur, müqavilədə məsələnin yer alması artıq konstitusiya dəyişikliyi etmir. Bu məsələyə yəni, bu cür yanaşmıram. Çünki doğrudur, beynəlxalq müqavilələr ümumiyyətlə bir çox hallarda ölkədəki daxili qanunvericilikdən daha üstün gəlir. Amma konstitusiya istisna olmaqla, çünki o konstitusiya deməli dövlətin ən ali hüquqi sənədi sayılır və bu baxımdan əgər beynəlxalq saziş konstitusiyaya ziddiyyət təşkil edirsə, o zaman deməli konstitusiyaya üstünlük verilir. Və bu səbəbdən də konstitusiyanın deməli dəyişiklik edilməsi, yəni ən azından oradakı o preambuladakı o hissənin çıxarılması, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı hissənin çıxarılması bizim tərəfimizdən irəli sürülmüş haqlı tələb idi. Və biz görürdük ki, Paşinyan bunu fərqli yollarla, fərqli cür yozmağa cəhd göstərirdi. Amma ən son açıqlamalarında biraz fərqliliyin, yəni nisbətən yumşalmanın da şahidi olduq. Bununla bağlı onu qeyd etmək lazımdır ki, Paşinyan bilirsiniz ki, hazırda daxildə ciddi siyasi təlatümlərlə üz-üzədir və ona qarşı bir növ cəhbhə formalaşıb və onlar o radikal müxalifət olsun, o kilsədəki bəzi radikal nümayəndələr olsun, eyni zamanda Samvel Karapetyanın hərəkatı və digərləri, bunlar hər vəzə çalışırlar ki, Azərbaycan-Ermənistan sülh prosesindən də istifadə edərək bir növ Paşinyana qarşı qara PR kampaniyasını həyata keçirsinlər. Ona görə Paşinyan, mən düşünürəm ki, həm də bu səbəbdən vaxtaşırı vadar olunur ki, bu konstitusiya məsələsində əvvəlki açıqlamalarından fərqli açıqlamalar versin. Amma biz eyni zamanda onu da bilirik ki, qarşı tərəfdən, yəni məlumatlar gəlir ki, Ermənistan Ədliyyə Nazirliyində bununla bağlı komissiya yaradılıb və işlər gedir və bu işlərin yetməsi onu göstərir ki, Ermənistan tərəfi konstitusiya dəyişikliyin baş verməsini, yəni hazırki rəhbərlik bu dəyişikliyin baş verməsinə dəstəkləyir. Sadəcə bu dəyişiklik nə zaman baş verəcək? İndi ilkin ehtimallara görə böyük ehtimalla parlament seçkilərindən sonra artıq konstitusiya ilə bağlı bir referendum məsələsi irəli sürülə bilər 2027-ci il misal üçün. Amma istənilən halda Azərbaycanın yəni prinsipial mövqeyi ondan ibarətdir ki, yekun sülh sazişinin imzalanması üçün bu dəyişiklik olmalıdır ki, çünki Azərbaycan bu sülh sazişini Paşinyan hökuməti də deyil, ümumiyyətlə Ermənistanla imzalayır və Azərbaycan əmin olmalıdır ki, Paşinyandan sonra gələcək hakimiyyətlər də bu və ya digər qanunverici aktda, konstitusiyaya istinad edərək Azərbaycana qarşı yenidən ərazi iddiası qaldırmayacaq.